Bir gün Peygamber sallallahu aleyhi ve sellem sahabelerle bir yerde otururdu. Onlara belə bir söz deyir. Bilirsiniz qeybət nədir? Deyirlər ki, Allah və Resulü daha yaxşı bilir. Allah Resulü buyurur ki, sallallahu aleyhi ve sellem, qeybət qardaşının xoşlamadığı bir vəslə onu xatırlamağındır. Deyirlər ki, Allahın Resulü yaxşı, bəlkə biz deyən şey onda varsa, onda necə? Biz deyən şey onda varsa, onda necə? Deyir, əgər sən deyən şey onda varsa, bu qeybətdir. Yoxdursa, böhtandır. Qeybət etmək adiləşib. Bugün nə qədər insanlar var? Yaşlı, cavan, kişi, qadın, böyük, kiçik, bilən, cahil, ziyalısı, avamı belə onlar bu günaha qərq olublar. Elə məclislər var ki, qeybətdən yan keçməz, qeybətsiz olmaz, maraqsız məclisdir. Kimin haqqında danışmasalar məclis xoş məclis deyil, maraqsızdır. Qeybətdən xali qalmaz. Bir yerə toplaşanda nəsə danışmaq istəyirlər. Hə, nə edək? Kiminsə qeybət edək. Maraqlıdır. Bir insanı müzakirə edərlər, qeybətini edərlər, eyiblər haqqında danışarlar. Necə çirkin bir əməldir. Qardaş, yəni bu deyirsən bu şey, qardaş. Yəni sənə deyib Nakif, yoxsa Əlxana deyib, qardaş. O sən nə deyirsən Əlxan üçün, Əlxan özü qoy cavabını versin də, qardaş. Nəysə də biz Əlxanın söhbətini eləmək istəmirəm, Əlxanı yaxşı tanıyırıq, qardaş. Sənin gözündə nəsə mələk kimi görsənə bilirəm, amma biz onu tanıyırıq kimdir, nədir, içində nələr var. O heç bundan danışmıram. Mənim tanıdığım bütün elm əhli, elm tələbələri Əlixan Musayevi nəinki elmlə məşğul olan bir adam kimi, onu ümumiyyətlə normal bir insan kimi tanımırlar. Onu anormal adam bilirlər. Yəni Veysel Orucov təhlükəli insandır. O bütün dünyadakı Azərbaycan dilli xavaricilərin, təkfirçilərin və işitçilərin şeyxidir. Xəbəriniz olsun. Bu insanın iki sifəti var, iki məzhəbi var. Biri sizin üçün sələfə uyğun danışır o insan. Biri də məxsus öz cəmaatı üçün. Altı alim kimdir altı alim deyən? Mesela Abdullah Bukhari, Şeyh Behmuz nedir o? Bezmul. Sonra Ubeyrim Cəbri, sonra Şeyh Rabi ve Şeyh Rabi'nin yanında olan onu dəstəkləyən şeyhlər. Bu hamısı cahil onu. Yəni onlar hamısı bir dəstədə yerigen başka kim var? Yəni onlar hamısı bir dəstədə yerigen başka kim var? Adı bir de deyirlər ki, bu hansı alimi qurmaq istədir? Abdullah Buxari haqqında adıma. Abdullah Buxari o hafız olmayan tezə doktora girmiş. Neçə il olmadı bu? 16 il olar da, 15 il təyində. Bu da adına gəlib danışırdı. Yani biz onu cemaat dedik, bu sələf olur. Hətta orada tərkib var idi, sələf şeyhlərdən universitetin özündə. Digər Şeyh Abdullah Atif var idi. Ondan soruşuram, deyəm ki, bu nə demək? Onlar da bilirlər ki, bu düzgün eləmir. Hətta Şeyh Tarih mənə gözdən söz dedik ki, adil deyir. Deyir, ağıllı insan İslam'a gəlir, biraz da gözəlləşir. Amma səfi İslam'a gəlir, kör uyur. Mən getmişəm onun yanına. Sonra mənə yemən uşaqlar dedi ki, belə danışır. Və getdim yanına, dedik, mən yemək istəyəm gəlmişdi. Gələrəm də istərsən mənə tanımadan nə danışırsan? Və danışanda görsən ki, sözündən qaçdı. Və sonra hətta il yaxında işmişəm Liviyadan ya da Tunisdən qardaşlar gəlib tüpürürlər üzünə ki, onun sözünün üzərində qırğınlar çıxır. Yəni bu arxadan danışır, amma bizə çıxa bilmir. Yəni biz tanıyırıq da kimdir o? Amma qaldırmaqla deyil ki, o adam həddədidir, əffəkun əfim, böhtancı və günahkardır. Rabi əvvəl həmişə bir də təhviliyə qarşı idi, vururdu. Yəni onun hamısı 250 razı idi. Amma axır vaxtlar isə yəni sələfilərə qarşı olduğuna görə, sələfilərə də yəni şeyh yəni cərh elədiyinə görə Şeyh Abdullah razılaşmıyor. Məsəl üçün, yəni dini iqamətə özü də, məsələn, vaxt var idi ki, təkbirçilərə qarşı və yaxud da bir də tərəfinə qarşı danışanda hamı razı idi. Amma sonra başladı sələfilərdən danışmaq, Renat belə, Şeyh Səlim belə, nə bilim, Abu Yahya belə. Onlar həmdə qardaşlar hiçbir razılaşmadı. Və bu günlərdə hələ buna biz başqa yöndən baxsaq ki, qamətin bu gün apardığı təbliğat, qamət əvvəlki kimi elmi təbliğat aparmış. Qamət əvvəlki kimi elmi təbliğat aparmış. Bəli, ondan sonra da bu adam öz üzərində işləmədi və bu günləri ümumiyyətlə, yəni adam belə deyək də, elə bir məsələlərdə bizim ona mübahisəmiz oldu və üzbəüz görüşlərimiz də var. Adi necə deyim, sıradan bir müsəlmanın bildiyi məsələlərdə gördük ki, adam bixəbərdir. Abdullah Buxari adil haqqında nəsə danışıb. Nəsə bidətçi deyib, bilmirəm, hizbi deyib, nə ixvan deyib. Əl-mühim, yəni o şeyxin bizdə məruf, bizdə adının hallanmasına, adının çəkilməsinə səbəb adil oldu. Yəni,
Nəyə lazımdır Abdullah Buxari? Nəyə lazımdır Abdullah Buxari? Nəyə lazımdır Abdullah Buxari? Bidətçinin şəxsi məsələlərindən danışan qeybətdir. Dünyavi məsələlərindən zatdan lazımdır qarışmaq. Qeybətdir. Amma dini məsələlərdən danışmaq isə o qeybət deyil. O nəsihətdir. Necə İbn Hüseymin deyir, rahiməhullah. Necə Şeyh Fovzan deyir, hafizəhullah. Deyir, bidətçinin axırsız danışmaq, qeybət yox, nəsihətdir. Nəsihətdir. يقول السائل: هل التحذير من صاحب البدعة والأهواء والطوائف البدعية حتى لا ينخدع بهم عامة المسلمين من الغيبة المذمومة؟ أفيدونا جزاكم الله خيرا. تحذير من أهل الضلال هذا واجب، تحذير من الأخطاء في أمور الدين هذا واجب ونصيحة للمسلمين، وليس فيه غيبة لأنه مقصود به النصيحة وليس المقصود به تنقص الشخص. الغيبة إذا كان المقصود تنقص الشخص، أما إذا كان المراد نصيحة المسلمين وبيان الخطأ للناس فهذا من النصيحة، والدين النصيحة كما قال النبي صلى الله عليه وسلم. نعم. هذا الرجل الذي جعل الناس يتحدثون به صاحب بدعة أو صاحب فكر منحرف وذكر في المجلس فلا ترد عنه، لأن هذا كذب، إذ أن هذا المبتدع وصاحب الفكر المنحرف ليس له عرض فيما كان يذهب إليه، فلا ترد عن عرض، بل قد يكون من المستحسن أن تزيد في ذلك وأن تبين خطأه في بدعته أو انحرافه في منهجه. Ona görə o bəzi qardaşlara alladıblar. Nəsihəti çeviriblər qeybətə. Deyiblər susun.